Salam olsun herkese dostlar. Gördüğünüz gibi bu günlerim şahmat oyununda İspanyol açılışını inceleyeceğiz. Bildiğiniz gibi şahmat oyununda birçok açılışlar var. Onlardan biri de İspanyol açılışıdır. Ve gelin açılışımıza bakaq. Ağlar piyada E4, qaralar E5 və ağlar at F3 oynayaraq qaraların piyadasını hücum eləyir. Qaralar isə at C6 çıxaraq öz piyadasını qoruyur. Və burada İspanyol açılışının ən önəmli gedişlərindən biri ağ fili B5'e, yəni B5'e qoymaqdır. Yəni qaraların atını hücum eləmək. Və burada ən çox oynanılan variantlardan biri piyada A6'dır. Yəni qaralar ağların filinə hücum edirlər. Və bu zaman burada ən çox oynanılan gedişlərdən biri fili geriyə çəkməkdir. Və bu zaman qaralar atını çıxaraq öz inkişafını yerinə yetirir və ağların piyadasını hücum edir. Və burada bir çox versiya var, amma ən çox oynanılan versiya kiçik qala qurmadır. Yəni ağlar öz piyadasını boşda qoyur və onları dolayı yolla qorumağı seçirlər. Əgər burada rəqib ağ piyadanı götürsə, bu zaman çok güzel bir həmlə var. Vəzən öndəki piyada, yəni D4 həmləsi irəli sürülür. Bu həmlə nə üçündür? Əgər rəqib burada piyadamızı götürsə, top E1 xanasına gəlir və at açmazı alınır. Yəni əgər açmazı qorumağa çalışsa rəqib piyada ilə, yəni mümkün deyil, çünki atla piyadasını götürürük və eyni zamanda gördüğünüz kimi ağ fil və at rəqibin C6'daki atına təzyiq artırır və buradakı at isə bağlamada qalır. Ona görə dostlar, rəqib bunu etməli deyil. Burada ən düzgün gediş fili çıxmaqdır. Və bundan sonra isə biz top E1'e, yəni top E1'e gəlirik. Və top E1'e gələndən sonra burada yəni variantlardan biri gördüğünüz kimi rəqibin variantlarından biri ən gözəl variantı kiçik qala qorumadır. Rəqib kiçik qala qorumayı yerinə yetirəndən sonra burada isə yəni əziz dostlar bir çox versiya var. En güzel versiyaların biraz dostlar, İspanyol açılışının en güzel versiyası piyada C3'tür. Yəni mərkəzə təzyiqi artırırıq. Mərkəzi tutmaq istəyirik. Və bundan sonra dostlar rəqib piyadanı irəli gələrsə, ağ filin önünü açır və buradan atı açmaza bağlamaya sala bilər. Bunu istəmədiyimiz üçün piyada H3 həmləsini gəlir ki, rəqib ağ fili bura qoyub atı bağlamaya sala bilməsin və atını qabağa gələ bilməsin. Və bundan sonra dostlar İspanyol açılışı burada tamamlanır və bundan sonra müxtəlif variantları var. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və like etməyi unutmayın.